Siyəzən rayonunda baharın gəlişinin carçısı olan Novruz bayramı münasibəti ilə ümumrayon tədbiri keçirilib. Bayram şənliyinin təşkil olunduğu ərazi milli ornamentlər və Novruz atributları ilə bəzədilib. İlk olaraq ənənəvi bayram tonqal alovlandırılıb. Tədbirdə Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov, deputatlar, bir sıra tanınmış elm xadimləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə milli adət-ənənələrimiz geniş təbliğ olunub. Rayonda istehsal olunan məhsulların sərgisi, müxtəlif stendlər, bayram xonçaları, milli mətbəx nümunələri nümayiş etdirilib. Rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov iştirakçılarla birlikdə təşkil edilən bayram görüşələrinə baxış keçirib. Milli mətbəximizin ləziz təamlarından dadıblar. Daha sonra tədbirdə çıxış edən Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov sakinləri bayram münasibəti ilə təbrik edib. Xalqımıza sülh, əmin-amanlıq və rifah arzulayıb. İcra başçısı bildirib ki, qədim tarixə malik Novruz həm də əcdadlarımızın bizə töhfəsi, onlardan qalan mirasdır. O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bizə qaytarıldığını, bu gün ölkə başçısı Prezident İlham Əliyev tərəfindən xalqımızın mənəvi dəyərlərinin yüksək səviyyədə qorunduğunu bildirib. Novruz Novruzov Müzəffər Ali Başkomandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər güşəsində şanlı qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın zəfər ovqatı ilə qeyd edildiyini diqqətə çatdırıb. Bayram şənliyində xalq mahnıları, folklor nümunələri səsləndirilib. Milli geyimli qızlar və oğlanlar tonqal ətrafında rəqs edib. Tədbir çərçivəsində dahi Azərbaycan dramaturqu Cəfər Cabbarlının abidəsinin yeni məkanda təqdimatı da baş tutub. Tədbir geniş konsert proqramı ilə davam etdirilib. Siyəzən sakinləri baharın gəlişini böyük coşqu və əhval-ruhiyyə ilə qeyd ediblər.